Kainat ve onun varlıkları hakkında kısa məlumat. Yerdəki insanların əksəriyyətinin anlayışı indiki anlarda məhdud olduğundan düşünürlər ki, kainatda böyük yaradanın və ağciyimlərinin qeyri-işləri yoxdur. Yalnız insanların ruziləri, taleləri, doğuluş bölümləri ilə məşğuldurlar. Əslində isə canlı və cansız yaranışların, o cümlədən sivilizasiyaların çoxluğu və müxtəlifliyi səbəblərindən onların kainatlarda yer üzündən savayı da işləri olduqca çoxdur və bunların icraatları üçün olduqca çox müxtəlif idarə sistemləri təşkil edilib. Kainatın ilk yaradılışından indiyə qədər, əgər biz insanların mövqeyindən yanaşılsa, onun və özümüzün tarixini aşağıdakı mərhələlərə bölmək olar. 1. Böyük partlayışdan sonra yerdə və onunla bərabər digər 5 planetdə insanların və digər canlıların yaradılışına qədərki mərhələ. 2. Canlıların və insanların yer üzündə inkişaf etdirilməsi və artması işləri üzrə mərhələ. 3. Ağciyimlərin hamısının və Adəm oğullarının böyük əksəriyyətinin planetimizi tərk etdikdən sonra insanların təkamülü mərhələsi. Buraya peyğəmbərlərin dövrü və indiki çağlara qədər bütöv tarix də daxildir. 4. Bundan sonra insanların gələcəkdə də paçlandırılması ilə bərabər daha da bilgiləndirilməsi və yüksək dərəcədə insaniləşdirilməsi üzrə Qızıl çağlar mərhələsinin başlanması, davam etməsi. Yerdə həyatın başlanması. İlkdən ilk yaranış böyük yaradanın öz təzahüründə. Pak işığı ilə müqəddəslikdən müqəddəs yaradılmışlar. Ağciyimlilər idilər və ilk icraçılar hesab olunurdular. Yaradanın öz təzahürü dedikdə, bu yaradana xarici baxımdan özünə bənzərliyin göstəricisidir. Amma öz varlıq qədərliyi deyil. Öz varlıq qədərliyi isə bir ümumiləşdirilmiş işıq qədəri. Yaradıcılıq üçün özündən ayırdığı işıq zərələrinin yaradıcı işığıdır. Cəm yaranışlar böyük yaradanın işığından işıq paylı olduqları kimi, onlar da ağciyimdə müddətsiz, əbədi olaraq kainatlar arasında azadlıqda azad, müqəddəs yaranış idilər. Hər yaranış əbədi yaranışdır. Cəm kainatlar, cəm varlıqlar böyük yaradanın nəzərindədir. Yaranış zərrələri vəhdətində olmaqla bərabər, hər zərrə onun mehriban, səbr baxışında, hər yaranış isə onunla, onun ətrafında, öz baxışındadır. Yaranış anından başlayaraq neçə müddətlər keçirdi. Cəm yaranışlar onunla bir vəhdətdə idilər. Müqəddəs yaranışlar həmişə kainatlarda, icraatda azad, bir birlikdə idi. Yerdəki astrofiziklərin hesablamalarına görə kainat 15-18 milyard il bundan qabaq yaranmışdır. Burada həyatın başlanğıcı isə indiki vaxtdan təxminən 3,5-4 milyard il qabağa təsadüf edir. Bu vaxtı yer üzündə həyatın başlaması üzrə biz də əsas götürürük və söhbətimizə davam edirik. Buna qədər dedik ki, ağciyimlər kainatda azad hərəkətdə idilər. Onlardan da bəzilərinin varlıqları müqəddəs işıqdan paylı olduqlarına görə və kainatda mövcud olan planetlərdə bir işıq bağlılığında, bir vəhdətdə olmağı onlarda belə bir güman yaratdı ki, onların özləri müstəqil yaradıcılıq gücündədir. O ağciyimlilərin, o mələklərin yaranışda hər birinin ayrı-ayrı icraat funksiyası vardı. Ancaq bu əsas vermirdi ki, özlərini yaradan qədərinə qaldırıb, onunla bir bərabərlikdə tutsunlar. Belə bir düşüncəyə gəlməyə isə bir amil vardı. Heç bir hal səbəbsiz, heç bir səbəb halsız deyil. Çünki yaradanın yaratdığı hər bir yeni yaranış müqəddəslikdən, müqəddəs yaranışdan başlayırdı. Müqəddəslik pak əsasa malikdirsə, qalaktika və meqaqalaktikalarda işıq axımı daha səlis, daha da rəvan axıcılıqda olur. Bir birlik hərəkəti ilə daha da güclənirdi. Qara varlıq isə işıqdan hər yaranmışın müqəddəs işıq əhatəsini azaltmaqla kainatlar arasında bir qarışıqlıq gətirməyə, rəvanlığı, ardıcıllığı pozmaq üçün çalışmağa başladı. Bununla ilk olaraq yaradanın ilk müqəddəs işığı ilə qara varlıq arasındakı fərq üzə çıxdı. Beləliklə, o ağciyimli ilk müqəddəslər özlərindəki müqəddəs işıq qədərini yaranmışlar arasında bərabər bölməlikən, özlərinin yaradıcı gücünə malik olduqlarını zənn etdilər. Böyük yaradan isə o ağciyimlərə bəyan edir ki, mən yaratdım, ilki yaratdım,
İşığımın qədəri ilə ilki yaratdım. Ovalın ilkini yaratdım. Oval arasına o məkanları yaratdım. Bir vəhdətdə hərəkətlərin ilkini yaratdım. Mən yaradanam, yaranmışları yaradanam. İlk müqəddəslərin müqəddəs işıq payı ilə ilkin yaratdım. Kainatların arasında azad yaratdım. Öz təzahürümdə, öz oxşarımda yaratdım. Yaradanam ki, ilk yaranmışları müqəddəslikdən müqəddəs yaratdım. İlkləri işıq payımdan yaratdım. Sizləri yaranış arasına bir vəhdətdə, bir icraata yaratdım. Mənim işıq payımı özünüz də bildiniz. Özünüzə o işıq payımı güc bildiniz. Yaradan mən, yaranmışlardır yarananlar.